Oktyabrda qarşısına böyük fürsətlər çıxacaq bürclər. Qoç, ulduzlar sənə yeni başlanğıclar üçün qapılar açır. İş və şəxsi həyatında uzun zamandır gözlədiyin dönüş baş verir. Bir təklif hər şeyi dəyişə bilər. Məsləhət, gələn imkanı qorxmadan qəbul et. Buğa, maddi və mənəvi fürsətlər eyni anda doğur. Əlini atdığın işdə bolluq və bərəkət yaranacaq. Xüsusən ayın ikinci yarısı çox məhsuldar olacaq. Məsləhət, planlarını gecikdirmə, indi hərəkət vaxtıdır. Əkizlər, gözlənilməz tanışlıqlar və məlumat axını sənə yeni qapılar açacaq. Ətrafındakı insanlardan biri sənə vacib fürsət təqdim edəcək. Məsləhət, danışıqlarda diqqətli ol, hər detal önəmlidir. Qız, peşəkar yüksəliş və nüfuz artımı səni gözləyir. Ulduzlar sənə yeni mövqe və qazanc gətirir. Kəfil qərar uğur gətirə bilər. Məsləhət, öz dəyərini gizlətmə, irəli çıx. Oğlaq, uzun müddət səbirlə çalışdığın bir sahədə nəticə əldə edəcəksən. Böyük fürsət sənə məsuliyyət də gətirəcək, amma nəticə möhtəşəm olacaq. Məsləhət, qətiyyətli ol, çəkinmədən addım at. Balıq, qismət qapılarını açır. Həm sevgi, həm də iş həyatında yeni imkanlar sənin üçün doğur. Bir qərar səni tamamilə fərqli həyata apara bilər. Məsləhət, intuisiyanı dinlə, o səni doğru yerə aparacaq. Bu bürclər üçün oktyabr ayı taleyin təqdim etdiyi fürsət ayıdır. Dəyişiklikdən qorxma, ulduzlar sənin tərəfindədir. Şir, oktyabr sənə parlaq bir dönüş gətirəcək. Uzun müddət görünməyən imkanlar birdən üzə çıxacaq. Xüsusən dost çevrəndən gələn bir təklif səni önə çıxaracaq. Maddi və sosial baxımdan yüksəliş dalğasındasan. Məsləhət, özünü göstərməkdən çəkinmə, səhnə sənin üçündür. Tərəzi, ayın ortalarından etibarən sənin üçün tarazlıq və uğur dönəmi başlayır. Əməkdaşlıqlar, sənət və ya gözəlliklə bağlı layihələrdə böyük fürsətlər yaranacaq. Sənin diplomatiyan bacarığın bu ay qızıl dəyərindədir. Məsləhət, inan kainat sənin tərəzini düz salacaq, sadəcə inamı itirmə. Beləcə, oktyabrda böyük fürsətlərin qapısı qoç, buğa, əkizlər, qız, şir, tərəzi, oğlaq və balıq bürclərinə açılır.